Xalq artisti Lütfi Məmmədbəyov Azərbaycanın ilk serialının rejissorudur. Bu mahnını xatırlayırsınız? Aygün Kazımovanın ifa etdiyi mahnı İtkin Gəlin serialının soundtrack idi. Bu serial Azərbaycanın ilk serialı hesab edilir. 12 seriyadan ibarət olan İtkin Gəlinin rejissoru Lütfi Məmmədbəyov idi. Onun rejissorluq etdiyi daha bir məşhur ekran işi isə Atayevlər ailəsi teletamaşasıdır. Lütfi bəy ümumilikdə 60-dan çox teletamaşaya quruluş verib. Lütfi Məmmədbəyov təkcə rejissor kimi tanınmayıb, o həm də müxtəlif filmlərdə rol alıb. Sehrli Xalat filmindəki Eynullah müəllim obrazını məhz Lütfi Məmmədbəyov canlandırıb. Salam Vasili Dmitrievich. Salam Eynullah müəllim. Siz öz yetişdirmələrinizlə hara belə? Yaxına, yeni yeriyə. Ya siz? Biz Mars'a. Yadınızdan çıxmasın. Bugün akşam saat 8'de məktəb müşavirəsi var. Çalışın, gecikməyəsiniz. Yaxşı yox. Xudahafiz. Xalq artisti həmçinin Qızmar Günəş altında filmində kamera qarşısına keçib. Evdə. Dayan. Lazım deyil. Doktor, sizin ona aşığınız tutulmasın. O qiyamət olur. Bilirəm Xəlil. Həkim ki, xəstənin yanında etibarını itirdi, daha heç nə eləyə bilməz. Teatrda çalışdığı illərdə hər zaman ürəyi açıqlıqla tanınan Lütfi Məmmədbəyova maraqlı bir təxəllüs də vermişdilər. Ondan kömək istəyənlərə həmişə əl tutmuş rejissoru təcili yardım adlandırırdılar. Xalq artisti Yaşar Nuri Lütfi bəy haqqında danışarkən qeyd edir ki, o göstərdiyi yaxşılıqlar barədə heç vaxt danışmazdı. Lütfi Məmmədbəyovun mənzilindəki telefon demək olar ki, dayanmırdı. Ondan yardım, məsləhət almaq üçün zəng edənlərin sayı çox idi. Buna rəğmən Lütfi bəy telefon nömrəsini heç vaxt dəyişməmişdi. Lütfi Məmmədbəyov teatr sahəsində gördüyü işlərə görə mükafatsız qalmayıb. Ona məhz teatr sənətinin inkişafındakı xidmətlərinə görə təqdim olunan Qızıl Dərviş mükafatı verilib. Bakıda yerləşən küçələrdən biri də Lütfi Məmmədbəyovun şərəfinə adlandırılıb.